Mədəniyyətin iki təməl anlayışı sayılan haqq və hüquqdan danışmaq istərdim. Təməlində bu iki anlayış və onlara doğru münasibət olmadan mədəniyyət yarana, formalaşa və duruş gətirə bilməz. Haqq bəşəri olan dəyərdir. Bütün insanlıq üçün sabitdir. Bədən temperaturu kimi şkalası bir Afrika qəbiləsinin insanı və bir Avropa insanı üçün eyni dərəcəni göstərir. Haqq insanlığın necə sualına yox, nə sualına verdiyi cavabdır. Haqq dini düşüncəyə görə insanın Tanrı ilə, elmi düşüncəyə görə insanın təbiətlə münasibətlərindən doğan dəyərlər toplusudur. Haqq yaranış etibarilə hüquqdan daha qədimdir. İnsanın heç bir hüququ olmayanda haqları vardır. Haqq uzun müddət boyunca kollektiv həyatda hüququn işini görürdü. Hüquq özü də haqqı tanımaq, dəyərləndirmək və qorumaq üçün qanunlar külliyatıdır. Hüquq haqqdan fərqli olaraq cəmiyyətin mental özəlliklərinə, yenilənən iqtisadi şərtlərə görə dəyişə bilər. Məsələn, bugün qadın azadlığı Avropada haqqdır, hüquqlarla qorunur. Asiyada isə qadın azadlığı haqq deyil, hüquqi təsbitdir. Yəni Avropa dəyərlərinə görə qadın anadan gəlmə azaddır. Asiyanın bir çox dəyərlər sistemində isə onun azadlığı hüquqla tənzimlənir. Hətta bəzi Asiya ölkələrində bu azadlıq hüquqa da deyil, ənənəyə uyğunlaşdırılır. Haqq sahibi olanın bir adı var, insan. Hüquq isə şəxsə, vətəndaşa aiddir. Milyonlarla adı, soyadı, atasının adı, milliyyəti, cinsi, iş və yaşayış yeri var. Haqq üçün hüququn şəxsdən tələb etdiyi bu məlumatların heç bir önəmi yoxdur. Dünyada yalnız bircə insan olsa da haqq dəyərini qoruyacaq. Hüququn isə heç bir əhəmiyyəti qalmayacaq. Ədəbiyyatdan misal gətirək bu dediyimizə. İbn Tüfeylin Hay İbn Yaksan obrazı və ondan təsirlənərək Daniel Defoe'nun yaratdığı Robinson Crusoe adada tək yaşayırlar. Hər iki insanın tək yaşadıqları adada haqları var. Amma onlar üçün adada hüququn artıq heç bir önəmi yoxdur. Hüququn işlək olması üçün iki və daha artıq insan lazımdır, insanın olması lazımdır. Haqq antropoloji anlayışdır, hüquq sosioloji. Mədəniyyətin inkişafı cəmiyyətin bu anlayışlardan hansını əsas dəyər olaraq qəbul etməsindən asılıdır. İnkişaf etmiş mədəniyyətlər haqq mərhələsindən hüquq mərhələsinə keçənlərdir. Çünki kollektiv həyat haqlarla deyil, hüquqlarla tənzimlənir. Mədəniyyət kollektiv fəaliyyətin nəticəsi olduğu üçün ictimai düşüncədən qidalanır. İctimai düşüncənin mərkəzində olan dəyər haqqdırsa, mədəniyyət hədəf olaraq insana, insan anlayışına fokuslanır. Yox, mərkəzə qoyulan dəyər hüquqdursa, mədəniyyət vətəndaşı düşünür. Vətəndaş və insan fərqli anlayışlardır. İnsan antropoloji canlıdır, vətəndaş sosioloji. Mədəniyyət hansını seçməlidir? İnsanı yoxsa vətəndaşı? Gedək papağımızı qoyaq qabağımıza, bu barədə düşünək.